Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlərimiz. Güvən nəşriyyatının 12 oktyabr 2025-ci il 11-ci siniflər üçün keçdiyi birinci qrup A variantı blok imtahanı suallarına baxırıq. Deməli, ilk sualımız belədir. AB 2 rəqəmli ədədi onluqlarının sayından 14 dəfə böyük olarsa, deməli, AB-nin qiyməti onluqlarının sayından onluqları A-nı bildirir. 14 dəfə böyük olarsa, B-nin mümkün qiymətlərinin cəmini tapın. Açılışını yazsaq, 10A plus B bərabər 14A olacaq. Buradan B-nin qiyməti 4A olur. Bizdən istədiyi B-nin mümkün qiymətlərinin cəmini tapmaqdır. Burada A-ya 1 qiyməti vermək olar. Bu zaman B-nin qiyməti 4 olacaq. A 0 qiymətini ala bilmir, çünki 2 rəqəmli ədədin birinci rəqəmidir. Sonra 2 qiymətini, daha doğrusu A-nın qiyməti 2 qiymətini ala bilər ki, B 8 olacaq. Artıq 3 qiymətini verə bilmək, çünki B artıq A-nın 3 qiymətində B 12 olacaq. Bu da mümkün deyil. Deməli, 4 ilə 8-in cəmini tapmalıyıq. Bu da bizə C variantını verir. Keçirik növbəti sualımıza. Yan tərəfi 7 cm oturacağı A olan bərabər yanlı üçbucaq A-nın neçə tam qiymətində körbucaqlı üçbucaqdır? Deməli, biz üçbucaq çəkirik. Tərəflər, daha doğrusu yan tərəfi 7, digər tərəfi A-ya bərabərdir. A-nın ala biləcəyi qiymət, deməli, kök altında 7-lərin kvadratları cəmindən, yəni 98-dən böyük, cəmindən isə kiçik olmalıdır. 14-dən kiçik. Kök altında 98 ilə 14 arasında yerləşən tam ədədləri qeyd edək. Deməli, 10, 11, sonra 12 və 13. Sayını soruşduğuna görə cavab D variantı 4 ədəd olur. Aşağıdakı çoxluqlardan hansıları A çoxluğunun alt çoxluqlarıdır? A ilə B-nin fərqi A-nın tərkibindədir. Bu doğrudur. Sonra A ilə B-nin kəsişməsi A-nın tərkibindədir. Bu da doğrudur. Sonra B ilə A-nın fərqi A-ya aid deyil. A ilə B-nin birləşməsi A-dan əlavələri var. Ona görə 1 ilə 2 doğru cavabımız A variantı. Keçirik növbəti. 4-cü sual. Cədvələ əsasən x, y hadisəni tapın. Deyir, A-nın qiyməti tam hissəsi -3, kəsir hissəsi 0.6-dırsa, o zaman A-nın qiyməti olacaq -2,4. B-nin qiyməti isə olacaq tam hissə -5, kəsir hissə 0.5 isə -4,5. Bu ədədlərin hasillərini tapsaq, A vurulsun B ədədi. A vurulsun B hasili bizə verəcək, deməli, -2,4-ü -4,5-ə vururuq. 2,4-ü vururuq 4,5-ə. Cavab 10,8. Hər ikisi mənfi olduğuna görə hasilləri müsbət olur. Tam hissəsi, yəni x-in qiyməti bizə 10-u verir. Kəsr hissəsi isə 0,8-i verir. Hasillərini tapsaq, cavab edəcək 8. B variantı. ABC müsbət ədədlərdir. A-nın B-yə, B-nin C-yə nisbətləri bərabərdir. Buradan bir nəticə çıxarırıq ki, B-nin kvadratı A vur C-dir. Ardınca A-nın C-yə nisbət 4, 9-sa A-nı 4x, B, daha doğrusu C-ni götürə bilərik 9x. B kvadrat AC-yə bərabərsə, deməli B kvadrat bərabər olacaq. A-nın yerinə 4x, C-nin yerinə 9x yazıram. 36x-in kvadratı. Müsbət ədədlər olduğuna görə B-nin qiyməti bizə verəcək 6x-i. Bu zaman B-nin A-ya olan nisbətini istəyir. B 6x-dir. A-nın qiyməti 4x-dir. Bir-birinə bölsək 1,5 alınır. C variantı. 2 xarici bucağının cəmi 225 olan 3 bucağın bu bucaqlara qonşu olmayan daxili bucağını tapın. Diqqət edək. 3 bucağın 2 xarici bucağı 252 isə 3-cünü taparkən 360-dan 252-ni çıxırıq. Cavabımız 108 dərəcə. 3-cü bucaq 108 dərəcədirsə, onun daxili bucağı isə 180-dən 108 dərəcəni çıxaraq tapırıq. Cavab 72 dərəcə. A variantı. A çoxluğu sürəti 1 olan adi kəsirlər çoxluğudur. Məxrəci 152 olan düzgün kəsirlərdən neçəsi A çoxluğuna daxildir? Deməli, biz 152 ədədinin istəsəniz bölənlərini yaza bilərik, istəsəniz natural bölənlərin sayını tapa bilərik. Ən yaxşı üsul deyərik ki, natural bölənlərin sayını tapaq. 152-nin kubu vurulsun 19-dur. Yəni, natural bölənlərinin sayı bizə verəcək 3 plus 1, 4, 1 plus 1,
2 hasili 8. 8 də nədir? Natural böləni, amma 8 ədədin içərisində 152-nin özü də iştirak edir. Bizə isə düzgün kəsir dediyinə görə 152-ni iştirak etməməsini götürməliyik. Yəni 8-dən 1 çıxırıq. Cavabımız olur 7. E variantı. Qiymətli hissəsi tərtibinə bərabər olan, yəni A-nın qiyməti N-ə bərabər olan. Bilirsiniz ki, A-nın qiyməti 1-10 aralığındadır. N-in qiyməti tam ədədlərdən götürülür. Ən böyük ədəd dediyinə görə ədədin standart şəklini yazsaq, deməli, ən böyük bu iki şərti ödəyən ədəd 9-dur. 9 vurulsun 10 üstü 9 ədədi aşağıdakılardan hansına tam bölünmür? Diqqət edək. 9-a bölünür, 8-ə bölünür. Çünki onun vurğuların içərisində 2-lər iştirak edir. Bizə 2 lazımdır ki, 8-ə bölünsün. Sonra 6-ya bölünür. Çünki 9-un tərkibində 3, onun tərkibində 2 var. 5-ə bölünür. Çünki onun özü 5-ə bölünür. Bölünmədiyi ədəd 7-dir. 2 paralel düz xəttin kəsənləmələ gətirdiyi daxili bir tərəfli bucaqlardan birinin qiyməti 108. 108 olarsa digərini tapın deyir. 180-dən çıxırıq 108-ə, cavab 72 dərəcə. Orta xətlərin cəmi 24 olan bərabər tərəfli üçbucağın tərəfini tapın. Orta xətlərin cəmi 24 isə, yəni orta xətlərin əmələ gətirdiyi üçbucağın perimetri də belə deyək. 24-dür. Demək ki, üçbucağın özünün perimetri 2 misli 48-dir. Bərabər tərəfli olduğuna görə 48-i 3-ə bölürük. Cavabımız D variantı 16 eləyir. 11-ci çalışmada deyək ki, A ilə B-nin hər ikisində olan olsun, amma C-də olmasın. Diqqət edək. 2, sonra 3 daxil deyil, B-də deyil. 4 isə hər ikisində iştirak edir. Deməli, 2 ilə 4 A-nın B-dədir. Tapdıq, bu hissəni tapdıq. İndi gəlin aşağı hissəyə baxaq. Aşağı hissə C ilə AB birləşməsinin fərqidir. Yəni, C-də olmalıdır, A ilə B-nin heç birində olmamalıdır. 1 A-da var, C-nin 1-i. C-nin 5-i B-də var, C-nin 7-si B-də var, C-nin 8-i yoxdur. Deməli, 8 əlavə edəcəm. C-nin 9-u yoxdur, 9 əlavə edəcəm. Elementlərin sayını tapın deyir, 4 element var. Cavab D variantı. Keçirik 12-ci suala. 2 növ duz və sudan ibarət məhlulun 10% birinci növ duz və 20% ikinci növ duzdur. Bu məhluldakı suyun miqdarı 210. Deməli, duzların miqdarına baxaq. 10% birinci növdən, 20% ikinci növdən, 100%-dən bunların cəmicisi 70% yerdə su qalır. Həmin 70%-də su 210 qramdır. İndi nə edirik? Bizə birinci növ duz neçə qramdır? Yəni 10%li olan hissə neçədir? Bunun qiymətini tapmaq lazımdır. X-in qiymətini tapanda onu 210-a vurub, deməli 70-ə bölürük. Cavab 30 edir. B variantı. Aşağıdakı ədədlərdən hansı 9-a qalıqsız bölünür? Deməli, rəqəmləri cəmi 9-a bölünən ədəd olmalıdır. D variantına diqqət eləyək. 6, 5, 4, 3 toplasa 7, 11, 18 eləyir. Yəni, D variantı 9-a qalıqsız bölünür. AB parçası üzərində. AB parçası götürək. Üzərində C nöqtəsi qeyd olunub. Bizə verir ki, AB-nin uzunluğu A-ya bərabərdir. AC-nin uzunluğu B-yə bərabərdir. CB-nin orta nöqtəsi ilə A-nın arasındakı məsafəni tapın deyir. Diqqət edək. CB-nin orta nöqtəsini tapmaq üçün A-dan B-ni çıxıb 2-yə bölməliyəm. A-dan B-ni çıxıb 2-yə bölməliyəm. Üzərinə əlavə etməliyəm bu B-ni, AC-nin qiymətini. Bu da bizə verəcək. A çıxılsın B üstəgəl 2B bölünsün 2. Bu da mənfi B ilə müsbət 2B-nin cəmi edəcək B, yəni A plus B bölü 2-yə. B variantı. 15-də. Bizə deyir ki, kəsirlərini müqayisə edin. A ilə B-ni yoxlayaq. Sürətlər eyni olduğuna görə məxrəci kiçik olan böyük olur. Yəni A B-dən böyükdür. Ardınca A ilə C-ni yoxlayaq. Məxrəclər eyni olduğuna görə sürəti kiçik olan kiçik olur. Deməli, A kəsiri C-dən kiçikdir. C A-dan böyük, A da B-dən böyük. Deməli, B hər ikisindən kiçikdir. B A-dan, o da C-dən kiçik olur. Cavabımız C variantı. ASB düzbucaqlı üçbucağında ASB bucağı 90, SDB 74, CD X götürsək, CD-ni X götürsək, deməli, AB məsafəsi 2X-a bərabər olur. 2X-a bərabər olur. Və bizdən istədiyi CAB-nin qiymətini tapmadır. Buranın qiymətini tapmadır. Biz medianını çəkək.
Medianı çəkdikdən sonra CM median olsun. Bu da hipotenuzun yarısına bərabərdir. X olur. O zaman buranı bir CD ilə CM eyni olduğuna görə CMD bucağı da olacaq 74 dərəcə. 74 dərəcə olduqdan sonra artıq bizə verilən, diqqət edək, CM bir də A. Burada MA-nın da qiyməti X-dir, çünki CM mediandır. O da X-ə bərabərdir. Həmçinin bu bucaq 74 dərəcədir. Deməli, nə edirik? 180-dən 74-ü çıxırıq. Eləyir 106. 106-nı 2-yə bölürük. 53 dərəcə. Cavabımız B variantı. Davam edək. Birinci traktor sahənin 20%-ni şumladı. İkinci traktor qalan sahənin, deməli 80%-in neçə faizini şumlamalıdır ki, deməli, birinciyə bərabər olsun. 20%-ə bərabər olsun. Buradan X-in qiymətini axtarsaq, 100-ü 200-ə vurub, daha doğrusu 100-ü 20-yə vurub 80-ə bölməliyik. Sıfırları ixtisar aparsa, 100-ü 2-yə vursaq, 208-ə bölsək 25%. Cavabımız E variantı. 2 müsbət qarşılıqlı tərs ədədlər. Biri X, biri 1 böl X. Hər ikisi müsbətdir. Həndəsi ortası, yəni kök altına tapmalıyıq. Bunların cavabı 1-ə bərabər C variantı. 5-də 3-ün kubu 125-də 27. Plus kvadratı. 5-də 3-ün kvadratı 25-də 9. 5-də 2-yə vursaq 125-də olacaq 18. Plus 5-də 3-ü 5-də 2-yə vursaq 25-də 6 eləyir. 25-də 6-nın məxrəcini, sürətini 5-ə vursaq 125-də 30 eləyəcək. Deməli 6, 5-in 30. Plus 5-də 3. Sürət məxrəci 25-ə vuraq 125-də 75. Sürətləri toplasaq məxrəc 125 olduğu kimi qalır. Sürət 150 eləyir. Sonra bunların hər ikisini 25 ixtisar aparsaq 6 böl 5. Bu da bizə verəcək 1,2. B variantı. Hansı müsbət ədəd 3, 5, 7 nisbətində bölüşdə alınan ədədlərin ən böyüyü ilə, yəni 7x ilə ən kiçiyinin fərqi, yəni 3x-in fərqi 20 olar. Buradan 4x 20, x-in qiyməti 5-ə bərabərdir. X-in qiymətini tapdıqdan sonra nə edirik? Hansı ədəd dediyinə görə toplayırıq 7, 5, 3, 15x eləyir. X-in qiyməti 5 olduğuna görə 15-i 5-ə vuruq. Cavabımız 75. Deməli, keçirik növbətiyə. 140 və 196 ədədlərin ortaq bölənlərinin sayını tapın. Əvvəlcə bunların əbobunu tapaq. Əbobu görək neçə edir. Deməli, 140 ədədi 2-nin, deməli, üstü 2-yə bölsək 70 edir. 2-nin kvadratı vurulsun 5 vurulsun 7. 2-nin kvadratı vurulsun 5 vurulsun 7. 196 ədədi isə olacaq 2-nin kvadratı vurulsun 7-nin kvadratı. Bu bizə verir nə? Deməli, sadə vurğularına ayrılışı, əbobunu tapanda 2-nin kvadratı yazırıq, sonra 7 yazırıq. 7 üstdə 1 olur. Və əbobunu tapdıqdan sonra əbobun natural bölənlərinin sayı bunların ikisinin ortaq bölənlərinin sayını verəcək. 2-nin üzərinə 1 gəri 3, 1-in üzərinə 1 gəri 2, hasilləri 6. Deməli, 6 dənə ortaq olan böləni var. Sonra keçək növbətiyə. Verilənlərə əsasən BOE təm böləni olarsa OCD-ni tapın. Aşağı hissədən O nöqtəsindən keçən bunların hər birinə bir paralel olan 4-cü bir düz xətt çəkirik. Bunları əlavə edərək nə alırıq? 106 daxili bir tərəfli bucaqlar olduğuna görə 74 buradır. Burası 130 ilə daxili bir tərəfli deyə 50 olur. 74, 50, 124. 180-dən 124 çıxsaq, deməli 56 qalacaq. 56-ın 2-yə böləndə bura 28 eləyir. Sonra bu ikisinin cəmi bizə verəcək 78. Burada 78, 180 ilə 78-in fərqinə bərabərdir. Cavab 102 dərəcə. D variantı. Sonra keçək növbəti. 2 tərəf 8 və 14 olan 3 bucağın 3-cü tərəfinə çəkilən medianı M olarsa, M-in ala biləcək tam qiymətlərin sayını tapın. Gəlin, diqqət edək bir şeyə ki, bizə verilən 3 bucaqda 3-cü tərəfin uzunluğu
8, 14. Üçüncünü x götürsək, x-in ala biləcəyi qiymət fərqi 6, cəmi 22 aralığındadır. İndi gəlin diqqət edək nəyə? Deməli, m-in düsturu 2-də 1 vurulsun kök altında 2b kvadrat. Daha doğrusu elə 8-in kvadratı yazaq. 2 vurulsun 8-in kvadratı plus 2 vurulsun 14-ün kvadratı çıxılsın x-in kvadratı. X-in kvadratı və edəcəyimiz nədir? X-in ala biləcəyi ən kiçik qiyməti 6 olaraq götürsək, yəni m x-in 6 qiymətindən böyük qiymətlərində şərt ödəyir və buradan nə alırıq? X-a bir dəfə 6 versək, m-in aşağı qiyməti olacaq 2-də 1 vurulsun kök altında 520 çıxılsın 36, yəni 484, 22 çıxır. 2-də 1-i 22-yə vuranda olacaq 11. Sonra digər ikinci halı isə 2-də 1 vurulsun 22 götürürük x-in qiymətini. 520 çıxılsın x-in qiyməti 22 olanda kvadratı 484 kvadratını tapdıq. Fərqi 36, 2-də 1 vurulsun 36-dan 6 çıxır 3. Deməli, m-in qiyməti bu iki qiymət arasında dəyişəcək. 3 ilə 11 arasında. 3 ilə 11 arasında yerləşən bizdən istədiyi nədir? Tam qiymətlərin sayını tapın. 3 ilə 11 arasında yerləşən tam qiymətlərin sayı isə 7-yə bərabər olur. Deməli, 11-dən 3 çıxırıq, 8, 1 çıxırıq, 7. Ədəd oxunda 12 nöqtəsindən 8 vahid məsafədə yerləşən nöqtələrin koordinatlarının hasilini tapın. 8 vahid məsafədə yerləşən soldakı ədəd 4-dür, sağdakı ədəd 20-dir, hasilləri 80-dir. Fərqinin cəmin tapmaq lazımdır, birləşməsi var, kəsişməsi var. Düstura görə fərqlərinin cəmi elə birləşməsi ilə kəsişməsinin fərqinə bərabərdir. X-in hansı qiymətində uyğun tərəfləri perpendikulyar olan müxtəlif növlü. Müxtəlif növlü, yəni biri iti, biri körbucaq olur. Bunların cəmi 180 olur. Yəni 3x plus 10 plus x plus 10 180. Buradan 4x bərabər olacaq 160. X-in qiyməti 40 dərəcə. Sonra düzbucaqlı üçbucaqda tərəflər, katetlər 6, 8, hipotenuzu 10 olur. Deməli, hipotenuza çəkilən hündürlük. Hündürlük 6, 8-in 48 böl 10, 4,8 eləyir. Yəni D variantı, birinciyə. Daxilə çəkilmiş çevrən radiusu 6 plus 8, 14, 10 çıxırıq. 4 qalır, 4-ü 2-yə bölü 2 eləyir. Bu da A variantı. Sonra xaricin çəkilmiş çevrən radiusu isə elə median hipotenuzun yarısına bərabərdir. Yəni mediandır. Bu da 5 eləyəcək. 5, bu da E variantı eləyir. Növbəti 28-ci suala baxaq. Hasili 864 ortaq olmayan sadə vurğuların hasili, yəni C-nin qiyməti 6-ya bərabərdir. Sonra nədir? 2 natural ədədin əkobu ilə əbubunun cəmini tapın. Əkobunu tapanda kök altında hasillərini yazırdıq. Yəni 864 vurulsun 6-ya. Buradan 864 6 ilə 144-ün hasilidir. 144-dən 12 çıxır. 6-ların hasili 36, oradan da 6 çıxır. Vursaq 72. Əbubunu taparkən isə nisbətini hesablayırdıq. Deməli, 864 bölünsün 6-ya. Böləndə 144, oradan 12 çıxır. Bunların ikisinin cəmini istədiyinə görə cavab eləyəcək 84. 320 ədədinin 0,55 hissəsi. Deməli, nə edirik? 320-ni vururuq 0,55-ə edir. 0,55-ə vuranda 176. Sonra, hansı ədədin 0,2 dövrdə 4 hissəsinə bərabərdir? Bunu tapmaq üçün də 176-nı bölürəm 0,2 dövrdə 4-ə. Bunu bölərkən nə edirik? 176 vurulsun 90-da 24-dən çıxırıq 2-ni 22. Bu da bərabər olacaq. Natural ədədi adi kəsirə böləndə tərsinə vuruq 22-də 90. İxtisar aparsaq 8 dəfə. Deməli 8-i 9-a vursaq 720. Deməli 90-da 24-dən 2 çıxdıq, 22 elədi, doğrudur. 22 tərsinə vuranda 176-dan 22-ə böldük 8, 8-i 90-a vurduq 720.